Selamun Aleyküm və Rahmetullah Şeyx. Salam. Sual verən soruşur ki, hədisdə deyilir ki, dindən dönəni öldürün. Quranda isə deyilir ki, dində məcburiyyət yoxdur. Bunu necə başa düşək? Və İslamda doğrudan da dindən dönəni öldürülürmü? Yox, dində məcburiyyət yoxdur. Ayədə Allah Teala buyurur, "Lə ikraha fid-din." Dində məcburiyyət yoxdur. O mənada ki, sən kimisə İslam'a məcbur edə bilməzsən ki, qəbul elə. İslam'a qəbul öz istəyin olmalıdır. İnsanın öz istəyin olmalıdır. Aydındır. Sən məcbur edə bilməzsən ki, İslam'ı qəbul elə. Heç kəsi. Ona görə dində məcburiyyət yoxdur. Yəni dini qəbul eləməkdə. Amma kim ki dindən dönür, o bəli gəlib hədisdə, amma o demək deyil, dərs alır. Onun hakimin işi. Hakimin işi. Necə ki casus məsələn vətəni tərk edir, xainlik edir və s. Onu cəzalandırırlar axı. Aydındır. Həmçinin bu da ona oxşayır. Bəli. Növbəti sual. Nafilə orucu əfsəldir, yoxsa çoxlu Quran oxumaq? Bilirsiniz, qardaşlar, yəni qəribə sualdır. Nafilə orucu əfsəldir, yoxsa Quran oxumaq? Nafilə orucu tut, Quran da oxu da. Yəni nafilə orucu tutsan, Quran oxumayacaqsan, yoxsa Quran oxusan, nafilə orucu tutmayacaqsan. Yox. Yəni ikisini də cəm elə, əfsəldir ikisini də cəm eləmək, bəli. Sünnədə kişilərə hər hansı bir baş geyimi ilə bağlı bir hədis və ya tövsiyə varmı? Təkkə, şımaq və s. Əslində yaxşıdır. Yaxşıdır. Ümumiyyətlə, əslində baş açıq heç də bəyənilmir. Qabaq ayıb idi. Baş açıq, ümumiyyətlə. O, düz deyil, dəyişilir hər şey, ancaq əslində nəsə olmalıdır. Bir insan... Amma nə olmalıdır? O yaşadığın yerə uymalı. Bizdə papaqdır. Aydındır, məsələn, sən dur, Ərəbistanda kim burada gəzginə, düz gəlməyəcək. Çünki bizdə urfda, adətdə belə bir şey yoxdur. Bizdə urfda nədir? Adətdə papaq. Elə yerlər var, məsələn, təçəyli, elə başqa. Bəli. Bir insan mən cahilliyi üzürlü görürəm deyir. Amma sonra sıravi bir Azərbaycanlını şirk və küfr etdiyinə görə dərhal təkfir edir. Əhl-i sünnədə belə görüş varmı? Cahilliyi üzürlü gördükdən sonra təkfir etmək. Yoxdur elə şey, qəribədir bu, ciddi. O şey deyirsən, nə olmuşsun, o fətrə məsələsi. Bu senin qardaşlar, yəni düzü, onu heç nə deyə bilməyib sağ, qalıb belə. Hətta neytralda olanlar vururlar onu. Mumiyalar heç o lalurday məzhəbidir, lakin neytralda olanlar vururlar bu saat. Onlar da dinləndirlər. Yəni, bu əslində, bu bir yandan deyir, mən cahillik üzür görürəm. Bir də deyir ki, necə ya, Azərbaycanın nə daxili var? Elə bir ki, bu məhz Azərbaycana yönəldir, fikirlərin zaten nəzəri. Sən ümumən deyilən, sən deyilən ki, sən danışa bilmir. O, gerək yazıb, güzgün qamada məşq edib, ondan sonra danışsın. Elə ki, vərəqi götürdü, başladı ya danışmağa. Daha aləm qarışır bir-birinə. Deyir ki, mən cahili üzr görürəm. Sonra deyir ki, kim ki şirk edir, küfür, mən ona necə müsəlman deyim? Yəni, təkfir edir. Onda cahili üzr nədədir? Cahili üzr, əslində belə məsələlərə müzakirə edirlər də, bu məsələlərə görə. Şirk edib biri, küfür edib, dindən çıxır yoxsa yox, cahilliklə də. Əsasən müzakirələr, fikir verirsəz alimlərin kitablarına bu mövzuda. Əsasən belə məsələlərdə cahili üzr baxırlar ki, cahildir, yoxsa yox. Onda sən cahili üzr nədə görsən? Yəni, namaz qılanda rükudan sonra əlləri bağlamaq, yoxsa əlləri açmaq. Biri məsələn, əlləri bağlıdır, cahildir, üzürlüdür, yoxsa sən bunu da görsən, yəni. Bir yandan deyir, mən cahili üzr görürəm, bir yandan deyir, necə küfür, şirk eləyənə müsəlman deyil. Əhl-i-Sünnə vəl-Cəmaət küfür, şirk eləyənə müsəlman deyir. Kafir nə vaxt deyir? Olur, hüccət çatandan sonra. Hüccət çatır, bəyan olunur ona görə. Necə Şeyxülislam, rahiməhullah, Bəkriyə rədd eləyəndə, Bəkri, İstiğasə risaləsində, Bəkri, Peyğəmbər sallallahu aleyhi ve sellem qəbrindən, cəsəd özündən, baxmayaraq Rasul sallallahu aleyhi ve sellem ölüb, birbaşa istəməyi caiz görürdü.
Və bu da böyük küfürdür. Lakin şeyx nə deyir, rahimehullah? Şeyx deyir ki, liğə-liğabətil cəhl. Yəni, o vaxtı elə bir yer ola bilər ki, elə bir zaman cahillik çoxluq təşkil edə bilər. Və qillətil elm və elmin zəif olan vaxtı ola bilər. Belə vaxtlarda təkfir eləmək hökmdə dayanırıq. Yəni, təkfir eləmək çətindir insanları. Təsəvvürlə açıq şirkdir ya. Böyük şirkdir özü də. Deyir, belə məsələdə dayanırıq. Hətta onlara bəyan edici, hətta bəyan olunmalıdır. Hətta bəyan edici Peyğəmbər sallallahu aleyhi ve sellemin nə gətirib, onlara bəyan edici ondan sonra Muhammed ibn Abdülvahhab nə deyir? Əhməd Bədəvinin, Abdülqadir Ceylaninin qəbrinə ibadət eləyənləri təkfir eləmirəm. Cahil olduqlarını görə və onlara bəyan olunmadıqlarına görə. Və bunu nə vaxt deyir şeyx, rahimehullah? O vaxt ki, onu ittiham edirlər ki, sən təkfir edirsən. Deyirsən, kim bizim yanımıza gəlməsi kafirdir. O vaxt bu cür söz deyir. Deyir, necə mən Əhməd Bədəvinin, Abdülqadir Ceylaninin qəbrinə ibadət eləyənləri təkfir eləmirəm. Cahil olduqlarına görə. Bu sadəcə bilmir nə desin. Aydındır. Bu tutub İbn Cəvzinin yəni üslubun, bilirsiniz də o üslubu. O İbn Cəvzin yanı gəlirlər sünnilərlə şiyələr, mübahisə edirlər. Yəni şiyələr deyir ki, Əli əfzəldir. Sünnilər deyir, Əbubəkr əfzəldir. Az qalır dava olar, deyirlər ki, gedək İbn Cəvzin yanına. Gör, İbn Cəvzi nə pis vəziyyətə düşür. Bunlar cavab verməlidir. Gəlir də iki tayfa gəlir, İbn Cəvzi yanına deyirlər ki, hansı əfzəldir, Əbubəkr yoxsa Əli? İbn Cəvzi görür ki, desəm Əbubəkr, şiyələr məni döyəcək. Desəm Əli, sünnilər məni döyəcək. Deyir ki, belə baxır, deyir ki, o əfzəldir ki, onun qızı onda ola. Belə baxırlar ikisi də, ayrılırlar, deyirlər, hə də, onun qızı onda ola. Əbubəkrın qızı Peyğəmbərdədir, əla. Şiyələr də deyirlər, onun qızı onda ola, Peyğəmbərin sallallahu aleyhi ve sellem qızı Əlidədir. Deyirlər, həmsə, bu tutub indi yox ki, o mənhəci. O deyir ki, mən elə istəyirəm ki, ateistlər də məndən razı olsun, deistlər də, nə bilim, xavariclər də, hamı. Belə olmur axı. Belə olmur. Deyir, mən düşmən istəmirəm. Deyir, kişi düşmən olar. Allah Teala buyurur, elə bir peyğəmbər olmadı ki, onu cinlərdən, insanlardan onu düşmən etməyək. Düşmən olmalıdır. Onda gərəkdən, necə deyirlər, orada padaş olasanız, mən başladım. Onda gərək 60 dənə, 200 dənə bayraq gezdirirsin cümlə. Yəni, o adam ziddiyyətdə o adam üzürlüdür. Yəni, üzürlü baxıram. Cavab verir, bizi sevənlər. Nə sevərəm? Nə sevər? Bu sevməklədir. Haqlandır, dərinlə də sən sevənlər. Miskin ha. Hətta neytralda olanlar başlayır danışmağa. Onlar da qəribədir. Adildə danışırlar, bundan danışırlar. Deməli, batıl fikirdir. Batıl fikirdir. Ümumiyyətlə, fətrə, zat, belə. Bilirsiniz, bir dənə hadisənə ümumi nadir hadisələri gətirir. Ümumən demək düzgün deyil. Bu nə deyir? Bu deyir ki, məsələn, restoranlarda ət yemək düzgün deyil. Bir dəfə çıxışında yadınızdadırsa. Ne üçün? Bəs bir dəfə dəlil gətirib, bir dəfə biz restorandaydıq. Afisant da dedi ki, ət harda kəsilib? Bir də afisant dedi, cahildir. Görüb saqqallardır. O da istəyib ki, belə əti belə bəzətsin. Kliyent də istəyir əti satsın. Bilirsən, pirdə kəsilib. Elə bilir ki, bu saat desə ki, pirdə kəsilib, bunlar deyəcək, nə ləzzət daha. Pirdə kəsilib, savablı ətdir. O nə cahildir də. Şimdi pirdə o boyda restoranı çatdırmaq olar. Pirlər bu saat biznes zəifləyib. Deyib, qutardı. Azərbaycanda restoranlarda çörək yemək olmaz. Gedib haradasa dağlarda kimisə görüb,
Deyib ki, mən müsəlman deyiləm, deyib qutardı. Azərbaycanda əhali, xalq müsəlman deyil. Belə şey olar. Yəni, onun normal adam deməz. Ola bilər indi, ola bilər sən yaşlı adam, kətdə hansısa dağlarda. Deyər, hə nə oğlu, biz müsəlman deyilik. Ola bilər qəsdidir ki, yəni müsəlman yəni namaz qılan deyilik. Zat belə də ola bilər. Bir dənə qardaş var, deyir, xavariclərlə, deyir, bir dənə dükkanda xavariclərdə işləyir. Müdirə deyirəm ki, müdir cahildir. Deyirəm, o sən kafir deyir. O da müdir də başa düşmür axı. Deyir, deyir disin də. Deyir disin də kafir də. Başa düşmür. Sonra deyir, yaxınlaşıram başqa cəhətdə ki, o kafir bilsən səni işləyir. Sən kafirsənsə, sən ailən, zat ona halaldır. Birdən cihad olsa olan fikrinə görə. Onlar yəni qadınlara cariyə kimi baxırlar. Deyirəm, bəlkə qeyrət cəhətindən yaxınlaşma ona. Fikir verirsən, yəni insanlar avamdırlar. Deyir, kafirlər desin də kafir nə olub ki? Başa düşmür, kafir demək nədir? Nə deməkdir? Belə yanaşma batildir. Yəni heç bir əsası yoxdur bunun. Sadəcə adam istəyir xavaricləri özünü yaxşı göstərsin. Aydın indi qalıb heç də cavab verə bilmir. Neytralda olanlardan biri şeylədi, dedi ki, mən səndən böyüyəm. Cavab ver ya. Bu böyük-kiçik ilə deyil axı. O başqa məsələdir, böyük-kiçik. Cavab ver. Sən cavab vermirsən, deyirsən, ayıb olsun, mən səndən böyüyəm. Bu cavabdır. Çünki bilsin üçün heç nə deyə bilmir. Qalıb belə. Ona görə heç nə. Oysa sadəcə bu məsələ nəyə yaxşı oldu? Biz qardaşlara deyəndə qardaşlar qəbul eləmir bəziləri. Elə bilirlər ki, onlar eşitmirlər o özündən, məsələn. Çünki onlar nəyə istinad edirlər? Adi dələdir. O deyir ki, baxın, 3-4 min dənə, milyon dənə kasetim var, 5 milyon dənə xütbəm var. Mən harada bu sözü demişəm? Onlar çünki belə ayrı şey danışırlar. Amma aşkarda, cəmaata ayrı şey danışırlar. Ona görə onlar istinad edirlər nəyə? Deyirlər, zapislərə. Deyir, zapisi gətirir, zapisi hansı dərsdə mən demişəm belə. Dərsdə sən onu demirsən açıq aydın. Amma belə təkrirdə sən onu deyirsən. Aydındır, ona görə onlar istinad edirlər. Sadəcə bir-iki dənə danışıq kiməsə göndərir, orada açıq aydın rahat danışırdı. Açıq aydın. Çıxıb üzə. O birisi də şey deyəndə, deyirdi ki, kişi yanında baş kəsərlər zat. Yəni, demişəm, bu şey deyərlər. Aydındır, zapisdə bunlar birinci kütləyə, zapisdə belə şeylər danışırlar. Ona görə o deyir ki, zapis gətirin mənə. Zapis gətirin. Şahidlər amzirədir. 15 manatlıq zat belə təhqirlik. Ona görə qardaşlar, tərk edin onları. Tərk edin və salam bunlar. Onlar xavarişdir. Onlar xavarişdir. Onlar gizlin xavarişlərdir. Aydındır. Sələfilərə görə Allah haradadır sualının cavabı nə üçün bu qədər əhəmiyyətlidir? Və bu sual əqidədə hansı rol oynayır? Yəni, bilirsiniz, əqidədə belə o birisi məsələlər ki, böyük bir rol oynamır. Bu Allahın sifətlərindəndir, yəni istiva, feili sifətlərindəndir və sadəcə müxaliflər bu sifətə daha çox yer ayırırlar. Aydındır, ona görə müxaliflər daha çox yer. Yoxsa istiva bizim üçün fərqi yoxdur. Nuzul da həmçinin sifəti, hamısı eynidir. Aydındır, yəni dərəcədə, həmçinin yanaşmada. Sadəcə fikir versəz, müxaliflər əsasən gətirirlər bu məsələni. Ki, demək Allah Taala səmadadır, küfürdür. Amma biz deyirik küfürdür, necə Allah Taala deyir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir Allah səmadadır. Yəni bütün məxluqatından ucada. Sələfilikdə biz filan məzhəbi təqlid edirik kimi fikirlərə münasibət necədir? Deyirsiniz qardaşlar, məzhəblə olar getmək. Məzhəblə olar kim? Məsələn, dağdadır, kətdədir, əlaqə yoxdur. Götürüb bilmir, dastavansı pozan şeydir, tutaq ki, Məsələn, qan çıxdı. Məsələn, burun qanadı məsələn. Baxsın, Şafii məzhəbində necədir? Və ya
Maliki məzhəbində necədir? Etməz elə kitab götürüb bir dənə evində olsun, oxusun. Adam yoxdur da, heç kim orada tələbə yoxdur, kimsə alim yoxdur. Amma məsələn, bilən varsa, hansı məzhəbi tutunmaq düzgün deyil əslində. Məsələn, biz görürük, sələf hətta məzhəblər bəzən deyəndə elə vaxtı yaşayırdılar ki, məzhəb qeyd olunmalı idi. Onlarda da məzhəb əsasən usula görə, usul-u fiqhə görə, hansı mədrəsə, hansı əsaslarla gedir. Fiqhə görə yox. Fiqhə görə, məsələn, hətta imamların özlərinə müxalif olublar. Əbu Hanifəni götürsək, məsələn, Əbu Hanifənin yaxın tələbələri Əbu Hanifəyə nə qədər məsələdə müxalif olublar. Onlar müştəhid idilər, alim idilər. Deyəndə, məsələn, tutaq ki, İbn Kəsir Şafii, və ya İbn Qeyyim Şafii, və ya məsələn İbn Teymiyyə Həmbəli, məsələn. Onlar məzhəbə sadəcə nisbət ediblər, yəni mədrəsəsindən usula görə. Amma onları təqlid eləmədilər. Bu məzhəbçilik şirdilib. Məzhəbçilik də şirməyi yaxşı deyil. Çünki məzhəbçilik bölür, ifrata gətirib çıxardır, problemləri gətirib çıxardır gələcəkdə. Bəli. İndiki dövrdə fitnələrin çoxaldığı vaxtda elm tələbəlik yolunda olan bir gəncin ən əsas diqqət etməli olduğu məsələlər hansılardır? Çox şeydir, qardaşlar. Yəni, elm tələbəsi öz işinə məşğul olmalıdır. Yəni, elmi yaymalıdır, insanları düzgün yola çağırmalıdır. Nə təhlükəlidir, nə təhlükəli fikirlər var, öyrətməlidir, bildirməlidir. Çünki çoxsu cavandır. Çoxsu qardaşlar cavandır. Yəni, alladırdılar nə qədər adam allandı, indi yoxdular onlar. Nə qədər allandılar. Ona görə elm tələbələri vəzifələri böyüdür. Yəni, belə təhlükə olanda, belə adamlar olardı, onlardan çəkindirməli, o fikirləri bəyan eləməli, öyrətməli onları. Bu böyük vəzifədir. Bəli. Məsuliyyətdir. Şeyx, namaza yeni başlamaq istəyən biri deyir ki, Allah bir, Quran bir, Peyğəmbər birdirsə, nə üçün bu qədər məzhəblər və firqələr var? Olmaz ki, hamı bir olardı? O yaxşı olardı, biz də istəyərdik. Ancaq şeytan var. Bu bölünməli olmalıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, baxın, ümmətimi 73 yerə bölünəcək. O sadəcə başa düşmür. Deyir, doğruda gəlib birinci təzə gələn adam. Deyir, doğrudan nə deyir? Allah bir, Peyğəmbər bir, Quran bir, Kəbə bir. Nə üçün bölünürlər? Bilmir də, başa düşmür. Yəni, Qurandan, sünnədən uzaqlaşdığımıza görə və s. Bəli. İnsanın ayaqqabısı küçədə kanalizasiya suyuna batarsa, onun bir neçə addım atması onu təmizləyirmi? Yəni ayaqqabının altına əgər batıbsa necəsə, quma sürtürsən, ayaqqabıyla namaz qılmaq olar da, sadəcə quma sürt, hətta batmasa belə ehtiyatçın. Quma belə yerə sürtürsən 2-3 dəfə, o təmizləyir onu. Vəssalam. Şeyx, siz keçən dərs 8 dənə şey var ki, qiyamət günü məhv olmayacaq, onları saydınız. Orada ruh var. Qardaş soruşur ki, o Cəbrail əleyhissalam nəzərdə tutulur, yoxsa insanın ruhu? Yox, insanların ruhu. İnsanların ruhu qalacaq qiyamət günü. O 8 şeydən biri yox, ruh Cəbrail deyil. Düzdür, Cəbrail ruh deyilib. Amma orada deyəndə 8 şey, onlardan biri ruh, yəni insanların ruhu. O qalır. Sual qadının sualdır. Mən sosial şəbəkədə qadın geyimlərinin satışı ilə məşğulam. Hicablı qadın geyimlərini çəkirəm, reklam edirəm. Burada günah yoxdur ki, yəni geyimi özü geyinir, çəkir, reklam edir. Üzü düşməsin. Belə. Həmçində o kuklara olur, onları geyindir, onları taxsın, belə göstərsin, özünü göstərməsin. Vəssalam. Bəli. Saqqalı qırxmaq üçün günah varmı? Bunu bilərəkdən çox qardaşlar saqqal saxlamır, onlara nə nəsihət edərdiniz? Saqqal saxlamır, saxlaya bilir, saxlamırsa günah qazanır əlbəttə. Çünki saqqal Peyğəmbər sallallahu əleyhi və səlləm əmridir axı kişilər üçün. Bəli. Soyaqları adını çəkdiyiniz insan barəsində yanında elm tələbələri vardı, onlar. Mən birinə soruşdum ki, niyə tövbə edir? Bu şey, hamı işin ki, vallahi bir tövbə edir. Onu belə çıxır ki, onlar yanındakı olan elm tələbələri yanında. Yəni adil barədə. Mən bilim ki, niyə tövbə edir? Sizin sözü bəyan edəsə. Onun tövbəsi bəyan olunmalıdır. O yanındakı elm tələbəsi vardı ki, hamı işin
tövbe edir. Yaxşı, tövbə eləyib nədən? Hansı məsələdən? Aydındır, o əməlli başlı o xavarici idi. İndi də hələ bizim fikrimizdə o xavaricdir. Nədən eləyib tövbə? Onda bir də məsələ deyil də, xuruc var idi onda, təkfir var idi. Bəzi məsələlər var idi, hansı ki, halal görməkdə ixtilaf deyirdi. Halal görməkdə ixtilaf deyirdi 544-də. Sonra bidət əhlinlə müamilədə söhbət onunla bitmir axı. Onlar istinad etdiyi şeyxlər, olan şeyxlər problemdir. Sonra şeyxlərlə hansı alimlərə istinad edirsən? Yəni söhbət onlarla bir dənə bitmir ha. Onlar kimlərə istinad edir? Görürsə istinad etdiyi adamlar problemdir. Ya bir dənə onlarla bir şey deyil. O sadəcə o tələbələr, o tərəfdə olan tələbələrin çoxsu heç bir-birinə baş verir. Ya da heç istəmirlər bu məsələyə girişsinə. Mumeyyidlər də, mumeyyi, arkadaşlar, mumeyyi. Mumeyyi nə deməkdir? Mumeyyi odur ki, mənhəcdə kimin problemi var olsun. Bir olar. Mumeyyili babudur. Yəni, onlar mənhəc söhbətini xoşlamırlar. Deyirlər, mənhəc söhbətə danışmır. Bu nədir? Mənhəc. Amma hal-hazırda, yəni, məhz mənhəc, çünki əqidədə, bizim bu xavariclərin çoxsu əqidələri sələf əqidəsidir. Yəni, nə cəhətdə? Allah samadadır. Allahın sifətləri necə gəlib, o cür qəbul edirik. Qiyamət günü Allahı görəcək. Nədə seçilirik biz onlarla? Mənhəcdə. Adı götür, məsələn, İbn Laden. İbn Laden, ola bilsin, bu məsələdə, etiqad məsələlərində belə deyirdi. Amma nədə problem var idi? Mənhəcdə. Mənhəcdə problem var idi. Həmçinin başqalarının. Yəni, onlar deyirlər, mənhəci qoyublar qırağı. Mənhəcə qiymət vermirlər. Aydın hansı ki, mənhəcin birinə, necə İmam Əhməd deyir, usul üstündə də, mənhəcin birinə kim müxalif olsa, əhl-i sünnə sayılmır. Onlar isə deyirlər, yox, mənhəcdə problem olsa da qalsın bu. Susaq. Aydındır, budur problem. Bu da təhlükədir. Aydındır, bəli. Bu qədər şeyx, suallar bu idi. Yaxşı. YouTube'da bakmışam, Azərbaycandan sual verirlər. Demədi Darüsülamdır. Dağa daşa getdi anı demədi. Bilirsiniz, qardaşlar, onlar 50 başlı danışırlar. Onlar səmimi deyirlər. Səmimi deyirlər, görürsən, bu birisi nə danışır? 4 üstə gəl, 4 deyinə, 2 üstə gəl, 2 deyinə, 4 də. Nə deyir? 2 üstə gəl, 1 söz, 2 o deməkdir ki, 3 üstə gəl, 1, sonra 2-dən çıxırsan 1, 1 üstə gəlsən 2, danışır səhərəcən, axırda deyir 4. Bunu elə deyinə belə də, biri başa deyinə 2 üstə gəl 2, 4'dür. Aydın danış. Yəni, bilsən, fitnə vaxtı, qardaşlar, fitnə vaxtı. Sözlər, cümlələr aydın olmalıdır. İmam Əhmədin vaxtında Quran məxluqdur. Yəni, İmam Əhməd təbdi elirdi, bidətçi görürdü. Bəzi sələf alimlərinə ola bilsin, kimsə deyib ki, oxuduğum bu ki, Quran var, bu məndən çıxan səs, o məxluqdur. İmam Əhməd dedi ki, o da bidətçidir. Yəni, o dərəcədir, çünki o vaxtı fitnə olanda sözlər, cümlələr aydın olmalıdır. Yəni, oynamaq vaxtı deyil. Aydındır, sən görürsən ki, belədir bu məsələ. Sən deyirsən ki, mən dayanmışam. Nə dayanmışam? Aləm qarışıb bir-birdə, dünya dağılır, cavan uşaqlar düşür, təkvir fikirlə gəlib ölürlər. Sən durub deyirsən ki, mən dayanmışam. Nəyə dayanmışsan? Əksinə, sən aydın olmalısın bu məsələlərdə. Məhz o məsələlərdə ki, cavanları alladırlar. O məsələlərdə aydın olmalısın. Aydındır, belə fitnə vaxtı və s. cümlələr aydın olmalıdır. Ona görə cavab verir 10 başdır, necə deyirlər, 20 başdır. Ki, tuta bilməyəsən, bu nə istəyir? Əksinə, deyinə də açıq aydın. Ona görə tövbəsi şübhəlidir onun. Aydındır. Bir insan qaldığı rayonda məscid var, orada məsələn 200 nəfər namaz edir. Bir başqa rayonda da belə deyək, 500 nəfər namaz edir. Onun hansı nə bilmək məsələ daha çox savab? Yəni, bir rayonda 200 nəfər qılır cüməni, o birisi rayonda 500. Yox, öz rayonda qıl da. Savab baxımdan
Elhamdülillah öz rayonunda qıl. Öz rayonunda qıl. Əgər rayonun içində yaxın məscidlərdir, burada adam çoxdur, seçim eləyə bilər, amma rayon aralıdırsa başqa rayonuna lazım deyil getmək. Elə öz rayonunda qıl namazı vəssalam. Aydındır. Bəsdir qardaşlar, Allah razı olsun. Salam aleyküm, rahmetullah, bərəkət.